Gedək növbəti situasiyamız nömrə 9-dan. Deyir, dəmirin xassələri mövzusunda praktiki dərs keçən müəllim sınaq şüşəsinə otaq temperaturunda qatı sulfat turşusu əlavə edir. Burada deməli dəmir olmalıdır. Biz bunu qatı sulfatla reaksiya aparırıq. Biz bilirik ki, qatı sulfatla dəmir reaksiya daxil olanda dəmir 3 valentli duzu alınacaqdır. Dəmir 2 SO4-dən 3 dənə burada və SO2 qazı da çıxır, plus su. Bu reaksiyanı əmsallaşdırmalıyıq. İlk öncə qeyd edeyim ki, reaksiyaları situasiya oxuduqdan sonra birinci abzası oxudunuz, deyilənləri yerinə yetirin. Reaksiya deyirsə, reaksiyanı yazdıqdan sonra mütləq şəkildə əlinizi öyrəşdirin reaksiyanı əmsallaşdırmağa. Bəzən elə bir moment olur ki, biz reaksiyanı yazırıq, lakin əmsallaşdırmağı unuduruq. Bu isə bizim yarı bal almağımıza səbəb ola bilər. Çalışın reaksiyaları yazdıqdan sonra dərhal sonra əmsallaşdırın. Deyir, bir müddət deyir ki, içərisinə sulfat turşusunun dəmir metalı qırıntıları salınır. Deyir, bir müddətdən heç bir reaksiya baş vermir. Sonra müəllim sınaq şüşəsini qızdırdıqdan sonra xoşa gəlməz qoxuya malik havadan ağır qazın ayrılmasını müşahidə etdilər. Bu qazın sudan keçirərək suyu lakmus kağızı ilə yoxladılar. Kağız qızarması müşahidə edildi. Sonra müəllim içərisində su olan digər sınaq şüşəsinə eyni temperaturda turşudan əlavə edir, qarışdırır. Qarışığa yenidən dəmir qırıntıları saldı. Bu zaman qoxusuz qaz ayrıldı. Deməli, müəllim neynədi? Birincisi qatı sulfat turşusunun içərisinə dəmir qırıntıları əlavə etdi. Gördü, heç bir dəyişiklik baş vermədi. Daha sonra bunu qızdırdı. Biz bilirik ki, dəmir metalıdır, xromdur, alüminiumdur. Soyuq halda nitrat nə də ki, sulfat turşusuna reaksiya girmir, passivləşir. Lakin bunları qızdırdıqda bunlar reaksiya girir. Deməli, oradan ayrılan mənim qazım SO2 qazıdır. İndi deyir, həmin qazı su ilə reaksiya aparanda lakmus kağızının qızardan turşu maddə əmələ gəlir. Mən də bilməliyəm ki, SO2-nin su ilə reaksiyasından sulfit turşusu alınır. H2SO3. Buradan sonra deyir ki, o aldığı turşunu, yəni sulfat turşusunun bir miqdarına su əlavə edir. Biz bilməliyik ki, sulfat turşusu qatı haldadır da, özü bizə burada deyir qatı sulfat turşusu. Həmin bax bu qatı sulfat turşusunun içərisinə su əlavə edəsə, bu turşu durulaşacaqdır. Bu turşu durulaşdıqdan sonra ona biz dəmirlə təsir göstərdikdə deyir, bu dəfə duru turşu olduğundan su əlavə edildiyinə görə rəngsiz, iysiz qaz ayrılır, hansı ki bu da hidrogendir. Və reaksiyanın tənliyi də bu şəkildədir. Bizdən deyir ki, aparılan təcrübə zamanı ayrılan kəskin iyili qaz hansıdır və adı. İyisiz qaz hansıdır? Deməli, kəskin iyili qazımız SO2-dir. Kəskin iyisiz olmayan deyək də, qazımız isə H2-dir. Deyir, təcrübə zamanı baş verən bütün reaksiyaların tənliklərini yazın, əmsallaşdırın. Bütün tənliklər gördüyünüz kimi yazdıqlarımızdır. Deyir, hər iki reaksiyada 2 mol dəmir reaksiya daxil olmuşsa, ayrılan qazların kütlələri cəmini hesablayın. Reaksiyanın çıxımı eynidir. Mən görürəm ki, birinci reaksiyada 2 mol dəmir reaksiya daxil olub, kakraz, və buradan 3 mol qaz çıxır. Burada isə 1 moldan 1 mol qaz çıxdığına görə 2 moldan da 2 mol çıxacaq. 2 mol hidrogenin kütləsi mənə verəcək 4 qram, qazların kütləsini istəyir. 3 mol SO2-nin kütləsi isə mənə verər nə qədər? Deməli, bunun kütləsi 3 vuraq, olacaq 64. Burada hesablayanda 192 edir. Bunları obşi toplayanda ümumi ayrılan qaz 196 qram. Lakin topluda, cavabda isə 202 qram verib, testdə yanlışlıq olub. Cavab olmalıdır 196 qram.